Bax, bu bizim Yaşlılar Birliyində akademiyadakı otururlar, nəylə məşğuldurlar? Bax görün, o qaraçı farslar deməli oturublar İranda, qaraçı farslardan söhbət gedir, hansı ki o millət, o fars sözünü götürüb o eradan əvvəl, hansı ki Makedonski bunları məhv elədi, məhv edib ha. O Dari, Kiradır, o bunlar yoxdular. Leoniddir, Spardan kralı o bilirsiniz. O da yəni bunlar yoxdular o farsda. Bunlarsa hardasa İranda əmələ gəliblər 1800-cü illərdə. Bunlar Avropalılar da etiraf edirlər ki, bəli, onları biz yaratmışıq orada. Bu Şah Pəhləvi necə gəldi 1925-ci ildə hakimiyyətə? 1828-də Rusiya işğalından sonra Cənubi Azərbaycana bax bu qaraçıları gətirdilər hakimiyyətə, ruslar da deyir bunu. Və bu gün qaraçı barmaq silkələyir. Elə bir o Kiranın, Darinin törəməsidir, onun davamçıdır, fəxrlə belə də. Buna Fars adıyla. Nədirsə yaxşıdır. Azərbaycan İrana qayıtmalıdır. 100 il müqavilə vaxtı keçibdir. Bəli, 100 il müqaviləsi keçibdir. O nə vaxt keçib? Azərbaycanı türkləri hakimiyyətə qayıtmalıdırlar. Bəli, onlar qayıtmalıdırlar. Yoxsa Azərbaycan deyil, İrana qayıtsın. Ay kişi, İran Azərbaycandır. Bu dəlildir, bu səfihdir. Fars dövləti ümumiyyətlə eradan əvvəlki olubsa da hələ onu araşdırıb hələ o haqdakı o kinolar çəkirlər. Hələ bəlli deyil, çox şeylər açılacaq. Bizim bu erada Fars dövləti olmuyor. Ay kişi, bunlar deyir 1800'dən, 1600'dən, 1500'dən, nə bilim 1200'dən. Bu Türk imperiyaları olub ki, Səfəvilər, Osmanlılar. Babəki vaxtı Fars hardan olub? Bu ərəb olubdu indi. Biri 100-150 il olar da biraz baş qaldırıb da, haykü salınmışlar. Yəni onların ucbatından biz də əziyyət çəkirik. Bax, gəldilər bizi 500 il arxaya atdılar. Nəysə, bax bu farslar durub deyir ki, İrana gəlir. İran Azərbaycandır. Yəni bunu Yazıçılar Birliyində də oturub deyin, yazın. O fars bilmir özü kimdir. Bu qaraçı bizə barmaq silkəlir ki, Azərbaycan qayıtmalı İrana. İran Azərbaycan da hara qayıtsın, nəyə qayıtsın? Ay fars, bizim hakimiyyət, Türk hakimiyyəti qayıtmalıdır öz yerinə.